Pakistan Silahlı Qüvvələrinə labüd təhdidlər yaradan hədəfləri qabaqlayıcı şəkildə məhv etmək hüququ verilib. Oxaz xəbər verir ki, bu barədə Daily Pakistan nəşri ölkə ordusu ilə əlaqəli mənbələrə istinadən məlumat paylaşıb. Bildirilir ki, bu cür zərbələr ölkənin təhlükəsizliyi üçün labüd təhdid barədə etibarlı məlumat olanda endiriləcək. Pakistanın Xarici İşlər Naziri İshaq Dar ölkə parlamentində çıxış edərkən bu məlumatı təsdiqləyərək bildirib. Pakistan zərbəni birinci endirməyəcək, amma geri də çəkilməyəcək. Qeyd edək ki, Hindistan-Pakistan münasibətlərində gərginlik aprelin 22-sində baş vermiş terror aktından sonra baş verib. Cammu və Kəşmir bölgəsində baş verən atışmada 26 nəfər ölüb. Hindistan Pakistanı hücumda iştirakda ittiham edir. İslamabad öz növbəsində bunu inkar edir və müstəqil araşdırma aparılmasını tələb edir.